Bugün biz 5 iyul qəbula düşmüş belə bir sualın həllinə baxacağıq. Demək, sualın şərtində deyir ki, dağın ətəyindən okean səviyyəsində havanın temperaturu 20 selsidir. Buradan yamaç boyu hərəkət edən səyyah A və B məntəqələrində havanın temperaturunu ölçdü. Bu məntəqələrin temperaturu düzgün göstərilən qrafikini müəyyən edin. Biz bunu tapmaq üçün bilməliyik ki, burada 0 metrdə havanın temperaturu 20 dərəcə olub. Və yuxarı qalxdıqca havanın temperaturu azalmağa başlayacaq. A məntəqəsi ilə 0 arasında 1500 metr hündürlük fərqi var. İndi biz birinci olaraq bunu dərəcəyə çevirməliyik. 1000 metrə yazacağıq 6, 1500 metrə x. Buradan x-imiz olacaq 9 selsi. Yəni 1500 metrdə 0 arasında 9 selsi temperatur fərqi var. Yəni 20-dən də çıxacağıq 9-u. Bu da bizə verəcək 11 selsi. Demək, A məntəqəsində havanın temperaturu 11 selsiyə bərabərdir. Ancaq A məntəqəsindən sonra səyyah yenidən demək olaraq 500 metr aşağı düşür və bu da temperaturun artmasına səbəb olur. Yəni 500 metr də temperatura çevriləndə yenidən yazırıq 1000-ə 6, 500-ə 2, bu da bizə verəcəkdir 3 selsi və həmin A məntəqəsində olan 11 selsin üzərinə də 3-ü gəlirik. Temperaturumuz eləyəcək 14 selsi. Yəni bu hündürlükdə, 1000 metr hündürlükdə temperatur olur 14 selsi. Və bundan sonra yenidən hündürlüyə doğru səyyah qalxmağa başlayır və gəlir B məntəqəsinə çatır, yəni 3000 metr hündürlüyə. 3000 metr hündürlükdən də 1000 metr hündürlüyün arasında 2000 hündürlük fərqi var. Bunu da temperatura çevriləndə eləyəcək 12 selsi. Yəni 1000-ə 6, 2000-ə 2, bu da bizə verəcək 12 selsini. Və biz bilirik ki, hündürlüyü artdıqca temperatur azalır. Həmin 14 selsidən də çıxacağıq 12-sini. Bu da eləyəcək 2 selsi. Yəni B məntəqəsində temperaturumuz 2 selsidir. Cədvəldə isə buna baxdıqda buna uyğun olaraq D variantını götürə bilərik.